Sabahın son mövsüm həm Misli Premyer Liqasında, həm də Bizon Azərbaycan Kubokunda qızıl medallara yiyələnməsində önəmli rollardan birini oynayan Aron Maluda paytaxt təmsilçisinin düşərgəsini tərk edib. O, karyerasını İsveçrənin Basel klubunda davam etdirəcək. Maluda ötən ilin sentyabrında Fransanın Lille klubundan icarəyə götürülmüşdü. Bu ilin yanvarında isə Sabah 20 yaşlı futbolçunun transfer hüququna yiyələnmişdi. İstedadıyla dərhal diqqət mərkəzinə düşən Maluda, Misli Premyer Liqasında çıxdığı 24 oyunda 9 gol, 3 asistlə yadda qaldı. Bizon Azərbaycan Kubokunda isə 5 görüşə çıxan gənc oyunçu fərqlənməyib. Sabah forması ilə son maçına UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində çıxan Maluda bu görüşdə 77 dəqiqə meydanda olub. Yay transfer pəncərəsində Avropa klublarının maraq dairəsinə düşən Fransalı Wingerlə Şotlandiyanın Celtic və İtaliyanın Sampdoria komandaları ilə yanaşı İsveçrənin köklü klublarından Basel yaxından maraqlanırdı. Son danışıqlardan sonra Basellə ortaq məxrəcə gələn Sabah Fransalı futbolçunun transferinə şərait yaradıb. Bayquşlar bu keçiddən 3 milyon avroya yaxın qazanc əldə edəcək. Bununla da Maluda Sabahın tarixində ən baha qiymətə satılan futbolçu olub.